Bax 81-ci sualım. Deyir ki, 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədədi tapın. Elə bu ədədlərə bölünməsi üçün böyük ədəd olmalıdır. Elə biz buradan da anlayırıq ki, əkobu tapmaq lazımdır bu məsələdə. Olacaq əkob 7, 8, 9, 10. Və biz buradan tapırıq ki, 8, məsələn, 7, 7-dir. 8-in yerinə 2 üstü 3-dür. 9-un 3-ün kvadratıdır. 10-dakı 2 vurulsun 5-dir. Düzdürmü? Ona görə də biz bunların içərisindən, məsələn, bunu götürürüksə, buradakını götürmürük. Bunu götürmürük, bunu götürürüksə. Qalan 5-i götürürük, bu hissəni götürürük, 7-ni götürürük. Deməli, olacaq 7 vurulsun, 8 vurulsun, 9 vurulsun, 5. Aydın oldu mu nə üçün belə elədik? Hə? Bu da bərabərdir. 8 ilə 5 bir-birinə uyğundur. Rahat tapılır, 40 alınır. 40 vurulsun. 7 ilə də 9-un hasili 63-dür. 63. Burada da alınır 2520. Və 2520-ni tapdıq. Amma qalıqda 2 alınan ədəd, ən kiçik ədəd olacaq 2520 üstəgəlsin 2. Yəni biz bunu böldükdə həmin ədədlərdən birinə. Bölünəcəkdə tam, əçobunu tapdı. Onsuz da ən kiçiyini tapdı. Üstünə də 2 gələndə ən kiçik sonu 2 olan və qalıqda da 2 alınan olmuş olur. Aydın oldu mu? Bu da olur 2522. Cavab oldu 2522. Keçək 82-ci suala. 82-də deyir ki, bu sualı həll et. AB-nin yerinə biz yaza bilərik 10A üstəgəl B. B-A'nın yerini yazırıq 10B üstəgəlsin A bərabərdir. Sanki mən bu sualı da eləmişəm axı. Mənə də tanış gəldi axı bu. Bəli, müəllim, 81, 82-ni işləmişik. Bəs hansı sual işləməmişik? 83-də qalmışıq, 83. Mənə də tanış gəldi bu sual. Qəribədir ki, yuxarıdakı tanış gəlməmişdi. Bunu amma görən kimi yadıma düşdü. Yəni 83. 82 yəni sadə həll yolu var idi orada. Çətin deyildi. 5-ə həm də 9-a böldüm. 83 də Tapırıq. A-nın hansı ən böyük qiymətində 4A, 9B ədədi 45-ə tam bölünür. 45 bərabərdir. 9 vurulsun 5-ə. Buradan da tapırıq ki 4A. Aha. Bütün məsələlər eyni həll yoluna yəni ki, demək olar ki, eyni həll yoluna doğru gedir. Sadəcə biraz nəsə görürsən, anlayırsan, o zaman yəni bilə bilirsən. 1 var, 4 A qalsın. 9, 5. Nə üçün mən bura 5 yazdım B-nin yerinə? Çünki 45-ə bölünməsi üçün 5-ə bölün, aha, 5 üçün sonu 0 ilə 5 ilə bitməlidir. Burada da 5 ilə bitən yazıram birinci. Bu olacaq 18 üstə gəlinsin A bölünsün 9. Bu birisinə isə yazıram 4 A 9 0. Bu da olacaq. Yəni ki, sonuna da bu da olacaq 13 üstə gəlsin A bölünsün 9. Deməli, mən burada A-nın yerinə 0 ilə nə verə bilərəm? 0 verə bilərəm. 9 verə bilərəm. Burada da 5 verə bilərəm. Və burada da deyir ki, A-nın hansı ən böyük qiymətində bu ədəd tam bölünər. Hı hı. Bu cavab nəyə götürürdük 83-də? Məncə 9 götürürük də. 9-u götürürük. 9 ən böyük olur. Çünki 4, 9, 9, 5 olacaq. Düzdürmü?
Digərləri hansı idi? Cavab bu olacaq. Bunu da belə qeyd eləyim. Yəni seçilsin digərlərindən. Yəni burada biz görürük ki, e, başqa rəqəm verə bilmərik. Biz burada görürük ki, 9 ən böyük olacaq. Digərləri hansılar olmalı idi? 4 0 idi, 95. Burada da 4 5 9 0 idi. Cavab oldu 4995. Keçək 84-ə. 84-də deyir ki, AB natural ədədləri üçün A bərabərdir 3B və əkop AB bərabərdir 21. Olarsa A plus B-ni tap. Biz buradan görürük ki, əgər biz A-nın yerinə 3B-ni yazsaq, əkop 3B B bərabərdir 21 olar. Biz B-nin mötərizə xaricinə çıxarsaq, əkop 3, 1 bərabərdir 21. Və əkop 3, 1-dən nə alınır? Necə əməlliyim? Əkop 3, 1-dən nə alınır? Əşos birdən 3. Ha, aferin. Bərabərdir 21. B-miz də bərabərdir 7-yə. B-ni tapdıq. Düzdürmü? Hə? A-nı da tapdıq da. A da bərabərdir 21-ə. Düzdürmü? A plus B də bərabərdir. 21 plus 7 bərabərdir 28. Aydın oldu mu? Bəli, bəli. Bir dənə köçürdüm. Aha, köçür. Yaxşı sualdır, maraqlı. 80-dən sonra suallar imtahan sualıdır əsl. Hamısı açıqdır mənim 80-dən sonrakilər. Necə? Hamısı açıqdır 80-dən Hə, sonrakilər. hamısı açıqdır. Orada açıq suallar da olur axı. Yəni bax bu formada, bu qaydada səliqə ilə yazmaq lazımdır. Bəli. Hətta məndən də daha səliqəli. Məsələn, mən 81-də ardıcıl qeyd eləmişəm, aşağıda oxulanın. Yəni orada daha səliqəli yazmaq lazımdır da. Məsələn, bax 84-də ardıcıl hər şeyi necə səliqə ilə yazmışam. Yəni çünki baldır, bal verir. Açıq suallar da var orada. Biraz açıq sualların içində asanlar da olur. Ama Yazdım. kapalıları maksimum yazmaq lazımdır ki, açıq sual biraz vicdanlarına qalır da birinin. Bəli. Bəzən görürsən ki, bir dənə cüzi səhvindən səhv götürürlər. Bal vermirlər. Hə, yaza bildin? Mən dərsi də yazıram onsuz. Amma özün də mənimlə bərabər yazmağa çalış. Yəni bu lazımdır mütləq. Özün də işlə. Amma mən bitirəndən sonra özün oturub hamısına baxarsan təşkil. Bilirsən nə edərsən? Mən sənə bir şey öyrədəcəm. Deməli, sən bunu indi yazırsan, mənimlə bərabər işləyirsən və dərsə baxırsan. Sonra da tezdən dəftəri qırağa qoyursan. Açırsan bir dənə boş vərəq. Mən sənə PDF-i atmışam. PDF düzdürmü? Bəli, bəli. 40-dan sonra işləməmisən sən. Yoxsa işləmisən 81-ə kimi? İşləmişəm Hə, mənim 80. indi 81-dən sonranı tezdən özün işləyərsən. Baxarsan, nəsə bilməsən, açıb baxarsan, dəftərə ya da dərsə. Amma ki, çalış mən deyən kimi elə. İmtahanda da nə edirsən? Başlayırsan riyaziyyatdan asanlarını işləyirsən, keçirsən o biri fənləri və. Sonra da qayıdırsan riyaziyyata tezdən. Yəni qətiyyən bir fənin üstünə çox dayanmamaq. Sonra bir vaxt qayıdarsan, ən azından bir nəsə balın olsun deyə. Başa düşürsən? Ən pis halda. Bəzən mən özümdə nə görmüşəm? Bax, mənim özüm imtahanın son anlarında informatikada ən çox da. Riyaziyyatda elə bir problem heç vaxt olmur. Riyaziyyatda onsuz da əvvəldən işləyirsən, rahatdır. İnformatika biraz yaradıcı fəndir məsələn. Bəzən görə bilmirsən həllini. Və birdən-birə axırda yaxın sanki Evrika olur. Və başlayırsan işləməyə ən çətin sualı belə. Mən bütün imtahanların ən çətin suallarını işləmişəm.
Hətta mən yəni ümid eləmirdim ki, o sualları işləyə bilərəm, amma işləmişəm. Çünki beyin açılır artıq. Başlayır analiz eləməyə imtahanın sonuna yaxın və elə bil həm də adrenalin hormon. Başlayırsan ən çətinlərini də işləməyə. Amma ən azından asanlardan işləyib bitirməlisən ki, heç olmasa axıra yaxın o cür şans yaransın sənin üçün. Bütün fənlərində yaradıcı sualları olur mütləq. Olimpiyada tipinə biraz yaxın. Amma olimpiyada sualı olmasa da. Çətin suallar mütləq olur bir 5-6 dənə. Sonra baxaq 85-ci suala. Ekranı silim. Bəli, müəllim. A və B natural ədədləri üçün A bərabərdir 7B və əkop AB bərabərdir 28. A minus B fərqini tap. Yəni biz burada nə edirik? A-nın yerinə 7B yaz. Aha. Deməyirik. Özün yerində işlə indi. Sonra yoxlayarsın. Burada oldu. B-ni çıxardırıq. Qalmışdı. Deyəsən qonaqlarımız var. Hə. Yazdım mən. Cavab nə tapdın? 24. Aha, düzdür. Keçək 86-ya. Elə bayaqçına oxşar idi, 84 oxşardı. Aha, 85, hə. Bəli. 86-ya baxaq. 86-da deyir ki, A bölünsün B bərabərdir 3 bölünsün 5. Yəni Yəni, 8. aha, yəni ki, A bölünsün B bərabərdir 3 bölünsün 5. Burada olacaq 3K bölünsün 5K. Düzdürmü? Burada deyir ki, bu şərti ödəyən A və B natural ədədləri üçün əbob AB 4 olarsa A plus B cəmini tapın. Elə biz deməli əbob yazaq birinci. Hələlik nə varsa onları qeyd edeyik. AB bərabərdir 4-dür. Mən A-nın yerinə yaza bilərəm 3K. B-nin yerinə də yaza bilərəm 5K. O zaman olacaq əbob 3K və 5K bərabərdir 4. Buradan tapıram ki, K-nı mötərizə xaricinə çıxardıram. Yəni əbobdan kənara çıxardıram. Əslində mötərizə xarici deyilən bir şey burada ola bilməz. Yəni düzgün ifadə deyil. Sadəcə indi bunu o cür deyirik də biz. Yəni eləmək olur onu o cür. Burada da biz bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Ona görə də K vurulsun 1 bərabərdir 4, K da bərabərdir 4-ə.
A plus B'ni tapaq. A plus B bərabərdir. A'nın yerinə 3K, B'nin yerinə də 5K, o da bərabər eləyir 8K. Onların özünü toplayırıq. 8-də biz tapdıq ki, K'mız 4-dür. Ona görə 8-i 4-ə vuranda elədi 32. Deməli, cavabımız oldu 32. Belə səliqəli formada bax yazdım. Elə həllərini də göndərirəm vaxt-vaxt. Normal. Sadəcə bir məsələ var. İndi mən yeni səhifə açmalıyım. Bitirdik çünki biz bunları. 56 idi bu, bunu sildim. Bu birisi nə idi? Keçən həftədən qalan dərslərdir hamısı. Hələ keçən həftədəkilər də durur. Mən sana bura göndərmişdim. Bunların hamısını, skrinlərini. Hı. Ha, bu değil. Save. Bunlar nədir? Nədir? Ha, buradan başlamışdık. Daha düzdür mü? Xeyli işləmişik. İndi mən bunları çap nədir? Yadda saxlayayım. Hə, save. Bir də dəfinin neçəsə. Bir də bunlar save. Nasıl? İndi baxaq. Biraz gözləyərsən. Mən çünki download. Ekran açmalıyım bir dənə. Ha, cavab kartını da açdım ki buradan baxmaq üçün. Keçək 87-ci suala. Dəqiqə. Müəllim, bunu mən hər öz yerimdə həll edeyim. Hansını? 87. Ha, işlə. Hə. Düzdür, onsuz da fərdi dərsdir. Deməli, sən işlə, mən bir şey danışacağım. Deməli, mənim müəllim hazırlığımda var. Müəllimlər hazırlayıram informatikadan. Yaşlı müəllimlərdir. İmtahanlar hazırlaşılır. Bir müəllim o qədər fərdi öyrəşib ki mənə. Artıq onu qoşmuşam qrupa. Fərdiyə vaxtım yoxdur. Həm də riyaziyyatda götürmüşəm. İndi müəllim dayanmır. Bax, sənin kimi danışır mənimlə bərabər. Başqa müəllimlər də öyrəşiblər qrupa. Kənarda dayanırlar. Fərdi öyrəşən belə rahat danışır axı. Hə, soruşurdunuz. Bir şey soruşa bilərəm. Aha. Mənim orada 87-ci sualda A vur 5 istəyərdi 3B bərabərdir 20-də. Aha. Bəli. Hə, hə. Burada deməli 87-də sualımız belədir. A vurulsun B, üstə gəlsin 3B bərabərdir 20. Burada 20 və 20. Yəni B-ləri birləşdiririk. A vurulsun 4B Hı. bərabərdir 20. Yəni Elə ki, olur müəllim. burada A-mızın qiymətlərini tapaq da. Nə ola bilər A-mızın qiymətləri? Məsələn, A-ya 1 desək, A-nın deyir ala biləcəyi qiymətlərin sayını tap. A-mız nədən fərqli olmalıdır? A bərabərdir 1. Yəni burada nə deyir?
Sonra a'mız bərabərdir 2 olsa, 20 bölünsün, olacaq 3 üstə gəlsin 2, 5. Yəni B-ləri birləşdirsəydik olmazdı. B'lər birləşdirdim də. Aha. Bu necə işləyirik? Bu iki sualı sən işlə, sonra baxarıq. Müəllim A-nın yerinə 1 ilə 2-yi qoyuruq. Aha. 1, 2, sonra nə qoya bilərik? 4 qoya bilərik. 4, bəli. Yəni B Bəli. neçədir? A və B natural ədədlərdir. A-nın ala biləcəyi qiymətlərin sayını axtarın. Bəs B-ni necə tapdıq? B-ni bu formada da qiymət verib tapırıq. Diğercimizde. Hepsini işle, sonra bakar. Bak bura. Biz bura niye bir ilə için götürə bilmirik? Çünkü 3 üstəgəl A 1'ə bərabər olmur. Başa düşdün mü? Bəli. 3 üstəgəl A 2'yə bərabər olmur. Ona görə də götürə bilmirik. Bir dəqiqə mən bunu tam yazım. Deyirəm axı. Niyə belə çarpıq oldu? Bir sən silim. Ha. Ay. Su baş verdi. Ha. Böyle 20'nin bölenleri hansılardı? Bir ilə için sildik. Bir ilə için sildik. Qaldı 4, 5, 4, 10, 10, 20. 4'ten oldu da cevap. Aydın oldu mu? Şimdi öbür sual özünü düşünün.
Yəni ki, bu necə işləyirik? Bax, 3 üstəgəl A bərabərdir 4-ə, A bərabərdir 1-ə. 3 üstəgəl A bərabərdir 5-ə, A bərabərdir 2-yə. Amma bu özü 1-ə 2-yə bərabər deyil ha. Başa düşdün indi? Hə? Bəli, bəli. Hə, indi 88 özünü işlə. 88 yerə 12. Hə, hə. Burada ama 1, 2, 3 olmayacaq, düzdür? Necə? Burada 1, 2, 3 olmayacaq. 88-də də ay sağ ol, afərin başa düşdün. 88-də də deməli 1 olmayacaq, 2 olmayacaq, 3 olmayacaq. Sonra olacaq 6, sonra olacaq deməli 9 və olacaq 18. Orada çünki bizdə nədir? A, B bərabərdir orada da. B bərabərdir. A üstəgəl 4. Yuxarıda da olacaq 18. Aydın oldu mu? Yəni biz burada A üstəgəl 4-ü bərabər eləyə bilərik. 6-ya A olacaq 2. A üstəgəl 4-ü bərabər eləyə bilərik. 9-a A olacaq 3. A üstəgəlinsin 4-ü bərabər eləyirik. 18-ə A eləyəcək 14. Aydındır mı? Bəli, bəli. Hə, belə. Sonra baxaq növbəti suala. Götürüm yuxarı. Ha, yaxşı. Mən biraz qarışıq yazmışam 87-ni. Bəli. Aslında bu da biraz o tipte sualdı. Yani biz orada da şey kıymetleri yoğunlaştırıcı. Şimdi bunu silerim. Ha, Yazdım ben. bak yanlış. Neçənci sualı keçirik? 89'a. Üzürlü say. 89 deməli. 89'da da olacaq belə. Deməli A, B, C 100 A çıxılsın. üstə gəl, 15 üstə gələcək. Hə, hə sağ ol. Sonra ofisində də olacaq. Tərsini olur da bunları. Aha. Burada A bərabərdir. B üstəgəlsin 4. İndi qiymətlərini verin. Burada deyir ki, ən kiçik qiymətini tapın AB cəminin. Biz yəni belə özümüz qiymət verib tapa bilərik də. B-miz 1 olanda A-mız olur 5. B-miz 2 olanda A-mız olur 6. B-miz 3 olanda A-mız olur 7.
B'miz 4 olanda A'mız olur 8. B'miz 5 olanda A'mız olur deməli 9. Və biz buradan tapırıq ki, bizdə ən kiçiyi olacaq 5 ilə 1. Və burada da A plus B cəminin ən kiçik qiyməti də olur. 1 üstə gəlsin 5 bərabərdir 6. Bu 2 ilə 6-nı 8 eləyəcək. Aydın oldu mu? Hə? Bəli, bəli, bəli. Çətin sual değildi. Bəli. Böyle etmeyi karşı belə screen eləyib göndərim. Baxaq indi 90-a. Artıq az qalıb 90-lardayıq. Deməli 90-da deyir ki, A və B qarşılıqlı sadə ədədlər üçün əçob. Qarşılıqlı sadə ədədlərin əşobu A bu B-də. Bəli. Ay sağ ol. Heç nədə bunu həll eləyirik. 3-dən 130 olur, hə? Hmm. Bu birisi də olacaq. A, B'nin yerinə yaza bilərik 390. Düzdürmü? Hə? Bəli. Topluyoruz. Aha, biz B'ni tapdıq. 15 vurulsun. A bərabərdir 390. A da bərabərdir 26. Və bizdə də buradan soruşurdu ki, A ədədini tapın. Cavab oldu 26-ya. Mən bunu screen edeyim. Yaxşı sualdır. Asan sualdır ama. Yəni ki, işləmək olan sualdır, belə deyim. Bəli. Mən bunu axı qoymalıydım artıq. Bu niyə qoymadım? Hə, belə. 90-da da belə. Yazırsan, yoxsa 91-ə baxaq? Yazıram mən. Yaxşı, yaz. Yazıram mən. Yaz, sonra 91 özün işlə. Yazdım, hə. Hı, aferin. İndi 91-i işlə görüm. Ondan da eynisindəndir. Sonra da mən işləyərəm 91-i. Amma əslində heç işləməyimə ehtiyac yoxdur. Demək olar ki, eyni suallardır. Müəllim, əbob AB qarşılıqlı sadədirsə 1 olur, ha. Aha. Harda? 91-də. Amma burada qarşılıqlı sadə deyil. Yox, elə deyil. Elə deyil axı. Burada demir axı qarşılıqlı sadədir. Qarşılıqlı sadə sözü yoxdur. Sən nə bilirsən AB qarşılıqlı sadədir. Elə belə deyir ki, bu AB 6-dır. Sən hardan çıxartdın ki, qarşılıqlı sadədir? O sən kim dedi? Mən heç prosta dedim ki, elə deyil. Yox, səhv bilirsən. Burada sadəcə bir də mən bunu sileyim, bir də baxaq o sualı. Deməli 91. Burada
Deməli, A vurulsun. Əbop birinci yazaq. HB'miz bərabərdir 6-ya. A vurulsun B bərabərdir 180-ə. A üstə gəlsin B bərabərdir su aşağısı. Biz belə deyim də deyə bilərik ki, A-mıza deyə bilərik məsələn. Əbab AB 6-dırsa. 9 ilə 20 Al, olar. A'ya deyə bilərik 6K. B'ye də deyə bilərik 6K. Yəni ki, 6 orada mötərizə xaricinə çıxır da hər zaman, düzdürmü? Bəli. Çaşdım. Bu da olsun. 6 vurulsun. K vurulsun. 6 vurulsun. M bərabərdir. 180. Bayaqçı kimi. 36 vurulsun KM bərabərdir 180. K vurulsun M bərabər 5. 5. Aydın 5. Hə, bu da biri olacaq 1, biri olacaq da 5. Deməli, buradan da tapırıq ki, əgər biri 5-dir, biri 6-dırsa, deməli bu olacaq 6, bu da olacaq 30. Düzdürmü? 6 ilə də 30-un eləyəcək 36. Bu biraz daha çətin idi məncə bayaqçının. Amma əbobda əgər 6 çıxıbsa, e, belə deyim, sən düz demişdin elə. Qarşılıqlı sadədirlər demək olar. Yox, qarşılıqlı sadə deyirlər axı. Biri 30-dur, biri 6-dır. Qarşılıqlı sadə deyil. Elə bil tərsinə getdik də. Axırından əvvəlinə getdik. Bəli. Müəllim, bu bitəndən sonra kəsrlərə keçirik. Hə, adi və onluq kəsrlərə keçirik. Burada nədirsə odur. Dərs keçəcəm amma, dərs danışacağım. Hələ mən birinci bölməni dərsini izah eləməmişəm tam. Bitirməyimizə baxma. Qalıb orada bəzi şeylər. Müəllim, bu gün izah eləyəcəksiniz ya gələn dərs? Bugün çatdıramayacağım. Çox az Bəli. qalıb. Hələ heç bugün tam çatdıra bilmirəm. Bu həftə 3 dəfə də Orada hə, gələn dərs olsa yaxşı olur. bax, həftənin 5-ci günüdür dərsimiz. Bazar günüdür. Bu həftədə 3 dəfə olur da bu həftə. Keçən həftə keçmədim deyə. Bəli. Hə, ona görə. Tez-tez baxaq 91-i yazdın da yəqin ki. Bəli, bəli. Mən bunları tez screen eləyim. Amma əslində mən dərsi yazıram. Yəni ki, baxmalısan sonra. Ay mən Bəli. çıxdım bir dəqiqə. Hə. Deməli neçənci sualda qaldı? Buradan bura unuduram. 92-də. 92 çətin sual deyil. 92-də deyir ki, A bərabərdir 7219 vurulsun 35274 kvadratı üstə gəlsin 3 ədədinin 4-ə bölünməsindən alınan qalığı tapın. Deməli biz burada nə edirik? 92-də. Bu necə eləyə bilərik? Nəyə bölünməsindən alınan qalığı idi? Buna Hə? müəllim, məncə 7000 ayrı-ayrı bölməliyik. Bax, burada 4-ə bölünməni deyir. 4-ə bölünmə qaydasını biləndə bilirik ki, 19-u bölürük 4-ə və 70, burada da 74-dür son ikisi. 74-ü bölürük 4-ə. Burada qalığımız alınır. Burada qalığımız alınır. 19 böl 4, 4, 16, 3. Burada da alınır. 1, deməli 8. Burada da alınır 72. Burada da alınır 2. Deməli qalığımız alındı 3-dən 2. Və bunları bir-birinə vururuq, elədi 6. 6-nı da bu kvadrata yüksəldirik. Buradakı. Oldu 36.
Aydın oldu mu? Bu da beraber olur. Hə, 36 üstə gəlmişsin. 3 bərabərdir 39. İndi də 39'u bölürük 4'e. Elədi 9, 36, 3. Cevap oldu 3. Buradakı 3. Aydın oldu mu? bəli, bəli, bir dənə köçürür. Ha? 93'e baxaq sonra. Hə, bir Tam dənə başa köçürür. düşdün mü? Bəli, bəli. Hı. Yazdım mən. Baxaq 93'e. 93'te də A bərabərdir. 7506 vurulsun 16551 kvadratı üstəgəl 4. Bu ədədin 25'e bölünməsinin alınan qalığı tapın. Eyni qaydada işləyirik də burada da. Düzdürmü? Bunu da sən işlə görüm. Mənim 25-ə bölünəndə müəllim hardan götürürük? Onu mən səndən soruşuram. Hardan götürürük? Hə, 5 vur, yox. 5 vur 5-də, hə. Yox. Ədədin son iki rəqəmidir də elə. 6, Hə. Biri də 50. 51. Hı hı. 51. Birində alınır deməli 1, birində alınır 6. 6 vurulsun 1. Bunun da kvadratı üstə gəlsin 4 bərabərdir. Nə alınır? 36. Olur 40. Aha. 40. İndi 40'ı bölürük 25'e. Burada da alınır Eləyir. 1. Qalıq alınır. Qalır. 15. Və cavab oldu. Burada da yenə həmçinin soruşurdu qalığı. Cavab oldu 15. Sən baxmayı az sual işləmişik. Bunlar biraz geniş suallardı. Yəni məntiqi suallar. Mən bunları sənin üçün göndərim, amma dəftərində də yazın. Mən elə işlədikcə yazıram hamısı. Nasıl itirmişəm, ona görə qalmışam belə. Nədir mənim başıma gəldi? İtirmişəm. Hə. Belə də göndərdim. İmtahana gedəndə də baxarsan buradakılara da təkrar. Çətinləri göndərirəm. Aha. Tamam. Bir dəfə də işləsən yaxşı olar. Sən indi başa düşən bilərsən. Mən əminəm ki, başa düşmürsən nə keçmişəmsən. Sadəcə başqa bir məsələdir. Unudacaqsan. Ona görə də təkrar baxmalısan mütləq dərəcədə. Baxaq indi 94-cü suala. 4-cü sual, 94-cü sualın həllində necə həll edilir? 94. Deməli, 1, 2, axı düz olmadı. Akvaryumlar çəkək bir dənə. Bu biraz böyük olsun.
Bu da lap böyük olsun. Deməli, burada 2, burada 4, burada da 6. Deyir ki, məsələdə mağazada kiçik, orta, bu kiçikdir. Orta və böyük ölçülü akvaryumlar var. Hər bir kiçik akvaryumda 2, orta akvaryumda 4, böyük akvaryumda isə 6 balıq var. Burada 2 dənədir, burada 4 dənədir, burada 6 dənədir. Bütün balıqların sayı 60'dır. Hamısının sayı 60'dır. Bütün balıqların sayı Yəni 60 olsa, ən çox neçə akvaryum ola bilər? Mağazada ən çox. əbob tapırıq. Yox, yox, bu başqa cür həll olunur. Əbab tapmıram. 5 akvaryumdur mənim. Hə? 4 5 ilə 6-nı akvaryum var. toplayırıq. Elədi 10. 60-dan 10'u çıxırıq. Elədi 50. 50 dənə oldu. Elə bil ki, bu ikisində 4 dənə 6 dənə yerləşdiririk. Ki hamısından istifadə eləyə bilər və ən çox olsun da, sayı az olandan istifadə eləsək daha çoxlu istifadə eləyə bilərik. 2-2 olanlardan elə bil ki 50 dənə deyil, onlardan daha çox istifadə eləyə bilərik. Bu orta ilə böyüyə 4 dənə, bir də 6 dənə balıq ataq. Elə onları toplayanda o nələrdir? 60'dan 10 çıxanda 50 dənə balıq oldu. Böyle bildinmi? İndi 2 dənə kiçikdir, balacadadır. 50 dənə də balığımız var. Burada neçə dənə akvaryum olasıdır? 50'ni 2'ye bölürük, 25 oldu. Düzdürmü? 50 dənə 25 akvaryuma yerləşdiririk də. Bundan da bir dənədir, bundan da bir dənədir. Buna görə də 25'in üstünə bir dənə gəlirik, bir dənə də bir dənə gəlirik, olur 27. Aydın oldu mu? Bəli. Çətin sual deyil. Akvaryumların sayını çox eləməkdən ötürü biz 4-6'nı topladıq, çıxdaş elədik. Onlardan hərəsindən bir dənə oldu. Da qalanlarının sayı da 2 dənə ilə olan daha çoxlu tutacaq. Çoxlu akvaryumlar verəcək bizə. Çünki o az tutur. Ölçüsü balacadır. Az balıq tutur. Başa düşdünmü? Ona görə də 50'ni 2'ye böldük. 25 elədi. Çox qəşəng məsələdir bu. Bu deyəsən imtahan məsələsidir. Səhv eləmirəmsə. Bu məsələni başa düşmək də başqa bir məsələdir. Yəni başa düşürsən? Bunu anlamaq da var. Anlaya bilmək də var. Bəli. Hı hı. Baxaq 95'ə. Mən neyniyəm bir dənə təzəsini atışım? Hə, 50 neçə dəqiqəmiz qalır? 95. Heç olmasa 100'ə kimi baxaq da. 20 Bəli. dənə baxaq. 6 dəqiqəmiz qalıb əslində. Onu çatdıra bilmirik. Çətindir suallar. Çıxmaq istəyirsən? Xeyr, mənim xeyr. Hə. 95, 96, 97, 98, 99. Ha, belə daha səliqəli oldu. Hə, 95'ə baxaq görün. Bəlkə 95'i sən özün işləyərsən. Mən bir daha baxım görüb işləyə bilərəm. Hı hı. Xeyr, müəllim, biraz qarışıq sual.
Niyə qarışıqdır? Elə orada görürük də biz. Biz misalın həllində görürük ki, məsələn, əbob 2 m m. Özüm də yaxşı görmürəm. Çıxılsın 1, 2 m plus 1-dir. Düzdürmü? Və buradan biz görürük ki, e, bax 2 m çıxılsın 1, dalınca gəlirdi 2 m, sonra gəlirdi 2 m plus 1. M-ə məsələn 1 versək, bu olacaq 1, bu olacaq 2, bu olacaq 3. 1 ilə 3 qarşılıqlı sadə ədədlərdir. Elə biz avtomatik buradan tapırıq ki, bunlar ardıcıl tək ədədlərdir. Düzdürmü? Hə? Bəli. Hə, biz oradan bunu görürük biz və bu hissə də bərabərdir 4 n m çıxılsın 7-yə. Elə biz buna 1 desək, 1 bərabərdir 4 m çıxılsın 7, 4 m bərabərdir 8, m bərabərdir 2. Düzdürmü? Hə. Və buradan da əkobda tapa bilərik. Əkob 13 m çıxılsın 2, 15 m plus 2 bərabərdir. Burada da olacaq. Əkob m'in yerinə 2 yazsa 26 çıx 2, 24. Burada da olacaq 15 vurulsun 2. 30 ilə 2 ilə 32. Bu da bərabərdir. Deməli, nötəzə xaricinə 8 və vuruqların yazsaq, burada olacaq 8 vurulsun 3, hər ikisinin ortağından. Bu da 8 vurulsun 4. Bu da 8 çıxara bilərik. Əkob olacaq. Deməli, 3, 4. Bu da bərabərdir. 8 vurulsun 3 vurulsun 4 bərabərdir 96. Aydın oldu mu? Bəli, bəli. Bir dəqiqə bu neçəncə sual idi? 95 idi. 95 bəli. Hı hı. Onu da yaz bunu da. Mənim evə kəsirlər işləyir. Yox, onu mən sənə seçməmişəm axı. Mən onlarda yaxşıyam ama. Hə? Bəli, bəli. Biz burada qalmışıq axı biz. Bunları burada işləyək müəllim. Evə kəsirlər gör. Olar. Eləmək olar elə. Burada qalan nə qalsa gələn dəfə baxarıq. Sən evdə kəsirləri işləyərsən. Bəli, bəli. 30-40 dənə. 30 dənə işləyərsən. Amma sənə dərs keçməmişəm axı kəsirlərdə. Mənim kəsirlər asan olsun. Hə, yaxşı. Bilmədiklərimə baxarıq. Soruşarsan, yoxlayarsın. Cavab kartı da var səndə. Ancaq Kəsirlərdə bilmədiklərimə. 50-60 dənə işləyə bilər. Aha, olar. Gələn dəfə belə eləyə bilərik. Bunun qalanına baxarıq. Mən sizə dərsi keçərəm. Və sən o 50-yə kimi nə eləmisənsə, oradakı səhvləri soruşarsan. Geridə də qalmamış olalım. 5-ci gün mənim imtahanım var. Bəli, Amma axşam evdəyəm də yəni. Problem yoxdur. bəli, 95 idi bu. Hə? bəli, Hı -hı. 96-ya da baxaq. Qalanına gələn dəfə baxarıq. bəli. 96. A. Tez-tez işləyərəm əgər çatdıra bilsin. 96-da olacaq A üstə gəlsin 5 vurulsun B bərabərdir 420. Çünki qarşılıqlı sadədirlər. Ona görə yazdım. Aydındırmı? Və və buradan da olacaq A, B üstə gəlsin 5B bərabərdir 420. Digəri olacaq A vurulsun B üstə gəl 7B bərabərdir 450. Buradan da tərəf-tərəfə çıxsaq 7B çıx 5B olacaq 2B bərabərdir 30. B bərabərdir 15. B-ni soruşurdu, onu da tapdım.
97. 97-də də əkov 97-də də bu ədədlərə böldükdə qalıqda 1 alınan. Biz bayaq buna aid işləmişdik. 2000 Doğrudan. eyni məsələdir. Əkov 7, 8, 9, 10 üstəgəl 1 bərabərdir. Burada olacaq deməli 2-nin kubu bu var çünki. Vurulsun 7, vurulsun 9, vurulsun. Bayaq işlədik axı bunu. 2520 eləmişdi. Burada Bunu olacaq sormuşlar. 2521. Eynisi idi. Bir dəst fərq var idi. 98. 3 ardıcıl n üstəgəl n plus 1 üstəgəl n plus 2. Ardıcıl ədədin cəmi 63-dür. Bu ədədlərin ən kiçiyi ilə ən böyüyünün hasilini tapın. Ən kiçiyi ilə ən böyüyünü. Bu olacaq 3n üstəgəlin 3 bərabərdir 63. 3n bərabərdir 60. N də bərabərdir 20. Bu olacaq 20. Bu da olacaq 22. 20'ni də 22'ye vurduğumuz zaman eləyəcək 440. Baxaq 99'a. Daha hamısına baxdıq ki, A və B, C natural ədədlər üçün A bərabərdir, B bölünsün 7 bərabərdir 2C olarsa, hamısını 7'ye vuraq. 7 vurulsun A, vurulsun bərabərdir, B bərabərdir 14C. Biz buradan tapırıq ki, A'mız bizim 2'dir, B'miz bizim 14'tür, C'miz ve bizim 1'dir. Ve biz buradan da ABC'nin hasilinin en kiçik qiyməti olmuş olacaq 28. 2 vurulsun 14 bərabərdir 28. Belə. 100-cü sualımız qaldı. Mən izah elədiyim hissələri tam başa düşdün. Nə çəkdimsə bu gün. Tamam. Anladım. Bir dənə 100'ə də baxaq, qoy günah olmasın. Ben Heç olmasa bilək ki 20 dənə suala baxdıq. Ama asan suallar değil də. Yəni hamısı vaxt aparan, işləyəcəyimiz suallar idi. Qaldı cəmi 10 dənə sual qalıb səhv eləmirəmsə. 13 dənə sual qalıb. Onu gələn dəfə bitirərik elə başlayan kimi. Deməli, burada da nə edirik? 100-cü sualda da. Deyir ki, bayaqki kimidir. A bərabərdir B bölünsün 5 bərabərdir 3C. Burada da olacaq 5 vurulsun A bərabərdir B vurulsun 5 bölünsün 5 bərabərdir 15C. Bunlar ixtisar getdi. 5A bərabərdir B bərabərdir 15C. Buradan da 3 vurulsun 15. Çünki bura ola bilər 3, bura ola bilər 15. Burada ola bilər 1. Vurulsun 1 bərabərdir 45. Deməli, A vurulsun, B vurulsun, C hasili bərabər olacaq 45'e. Aydın oldu mu? Ən kiçik qiyməti. Ən böyük qiymət dediyimiz zaman da 3K, 15K, 1K. Belə. Oldu. Gecən xeyrə qalsın. oldu ben cezası.